Salam müəllimlər, hər birinizi salamlayıram. Hər birinizə MİQ sertifikasiya imtahanlarında uğurlar arzulayıram. Bu günləri mən sizə Jean Piagetin zehni inkişafı mərhələlərinə aid bir testin izahı ilə tanış edəcəm. Biz bilirik ki, inkişaf mərhələsinin 4 mərhələsi var idi. Birinci hissi hərəki, ikinci ilkin əməli, üçüncü konkret əməli, dördüncü formal əməli. Baxaq sualımıza. Bu mərhələdə uşaqlarda ayrılıq təşvişi, səs bulaşması, əşya davamlılığı, ətrafında digər uşaqlar ağlayan zaman o da ağlayır. Bu zehni inkişafın hansı mərhələsinə aiddir? Yadınızda saxlayın. Ayrılıq təşvişi varsa, yəni ana gedir və yaxud nənə gedir arxasıca ağlayırsa, səs bulaşması, yəni hər hansı bir əşyanı vurursa, ondan səslər çıxırsa və yaxud da əşya davamlılığı, əşyanı atırsa, itirsə, bir daha onu xatırlamır və yaxud məsələn onun arxasıca ağlayır, o əşyanı bir də istəyirsə və yaxud ətrafındakı insanlar, yəni uşaqlar deyək də, uşaqlar ağlayırsa o da ağlayır, uşaqlar gülürsə o da gülür. Bu mərhələ yadınıza saxlayın 0-2 yaş olan hissi hərəki mərhələdir.